İri feyfaları belə doğrayıram, bankalara yığıram. Baxın, kiçik feyfaları hər iki ucundan kəsirsiniz. İri feyfaları isə halqa-halqa doğrayırsınız. 3 kiloluk balona 400 gram feyfa, 1 armudu stakan qaragilə, 2 krustal stakan şeker tozu, 2. krustal stakan şeker tozu və qapaqları yaxşı yuyub qaynar su axıdırıq. Suyumuz da qaynayır. Sonra balona qaynar su əlavə edirik. Sonra qapağını qoyuruq. Yaxşıca maşınla bərkidirik. 1 litrlik banka üçün deməli feyfa 200 gram, yenə qaragilə 1 armudu stakan və şeker 1 armudu stakan əlavə etdik. İndi qaynar su dolana qədər əlavə edirik. İndi qapağını qoyuruq. 2 arkaya, 1 öne. Bağladık. Şimdi skoçu keçirdirik və qaynar su axıdırıq ki, bərkisin. Acıyala bükürük soğuyana qədər, sonra isə sərin otaqda qışa saxlayırıq.